Təsəvvür elə 70 yaşın var. Təqaüdə çıxmısan, ancaq deyirsən ki, yeni təcrübələr hər zaman lazımdır. Ona görə də gedirsən, gənclər üçün olan startup texnoloji şirkətdə işləməyə başlayırsan təcrübəçi kimi. Başrolda danışdığımız şəxs kimdir? Robert De Niro. O qədər gözəl hisslər ifadə edib ki, hətta NHTV belə mənim üçün arxa planda qalır. Düzdür, Robert De Niro hər zaman hissləri gözəl ifadə edir, amma burada bir başqadır. Heç bir zaman gec deyil. Təcrübə hər zaman lazımdır. Xüsusi motivasiya verir, ümidini itirməməyi öyrədir insana. Hətta orada bir yerdə o qədər çalışır ki, onun rəhbəri gizlicə mesaj yazır ki, xahiş edirəm bu şəxsi başqa yerə göndərin. Deyirlər, niyə? Deyir, çox çalışqandır. Orada elə qəlbim qırılmışdı. Amma o həm öz həyatını, həm də ki, bu sıxıcı müdürünün həyatını dəyişməyə bacarır. Baxın.